Prezident aparatında polisə, prokurorluğa, hərbi prokurorluğa nəzarət edən arvadları qəhbə. Nəyə görə arvadları? Çünki 7 arvadı var. Fuad Ələsgərov, Fantomaz ləqəbli Fuad Ələsgərov. Sənin arvadlarının, qızının, anavın, bacının, gəlinlərin, nə bilim, quda deyirlər, nə deyirlər, baldızlarının, hamısının dilinin üstünə çiliyib. Bugün sabah torbon tikiləcək. Bəzi anası arvadı qəhbələr düşəcəklər ortalığa ki, mən də zamanında Fuad Ələsgərov haqqında danışmışdım. Yox, sənin haqqında heç kim danışmır. Fuad Ələsgərov arvadının, qızının, gəlinlərin dilinin üstünə çiliyəcək. Bunu belə biləsən. Aydındır. Və bu sigaret monopoliyasına da sən baxırsan. Bütün aksizsiz sigaretlərdir, içkilərdir sənin nəzarətin altındadır və sən gec-tez Ramiz Mehdiyev kimi alçalacaqsan. Hələ işdən çıxmamışdan yenə də deyirəm, sənin arvadlarının, qızlarının, gəlinlərin, bacının, anavın dilinin üstünə çiliyib. Niyə? Çünki 5 dəfə prezident aparatından gəlmişəm, 5 dəfə sən qəhbənin balası rüşvətvi alıb İbrahim Nehrəmini müdafiə eləmişsən. İbrahim Nehrəmlinin də arvadının, qızının, gəlinlərinin dilinin üstünə tutarım. Sənin də elə sizin o oğraş prezidentin də. Çünki sizi kimi qəhbənin balalarının başında yanan İlham Əliyevdir. Ölkə avtopilotdadır. İndi bəylərin qardaşı oğlunu tuturlar, Ramizi tuturlar. İlham oğraşın özünü tutmaq lazımdır. Çünki balıq başdan ilədir. İlham Əliyev sənin yaşıva soxun, sənin yaşayışıva soxun. Bugün ad günüdür. Bugün İlham Əliyevi saxta şəkildə təbrik edənlər, sizin arvadlarınızın, qızlarınızın dilini üstünə tutarım. Əlin Ağayev, bəylər, Cavid Qurbanov, diaspora sədri Fuad Muradov, Fuad Ələsgərov, millət vəkilləri, qəhbənin balaları qəhbə. Dildə cənab prezident, cənab. Soxum sizin prezidentinizə də, onun yaşına da, yaşayışına da. Necə ad gün oldu? Ləzzət elədi? Özünüzdən müğayət olun.